Esselamu aleykum və rəhmətullah. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz müminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyi dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Amin. Dedik ki, mübarək bir ayı yaşayırıq. Allaha həmd sənalar olsun ki, Allah mütəal nəsib elədi bir daha ömrümüzdə Ramazan ayını yaşamaq, bu ayın ibadət itaətini yerinə yetirmək. Həqiqətən bəndə bu günlərin şükrünü xüsusi Allaha bildirməlidir. Həm Allah şükür ki, ömrüm yetdi, bir daha Ramazan ayına yetişdim. Bəziləri oldu, bu ilin Ramazan ayını görmədilər. Bir də şükür eləyək ki, ilahi, icazə verdin ki, mən bu ayın ibadət itaətini yerinə yetirim. İnsanlar var ki, bəlkə xəstədir, ürəkləri istəyir, amma gücləri yoxdur oruç tutmaq üçün. Bugün sənə Allah bunu nəsib edibsə, bunun üçün də Allaha şükür eləmək lazımdır. Bu ay rəhmət ayıdır, məğfirət ayıdır. Necə ki, Peyğəmbər Əkrəm o xutbə-i Şəbaniyyəsində keçən cümə oxuduq. Ya əyyuhənnas, qəd əqbələ iləykum şəhrullah bir rəhmətə vəl bərəkəti vəl məğfirə. Ey insanlar, bir ay sizə üz tutub gəlir öz rəhməti ilə. Hədislərdə keçir ki, bu ayın əvvəl 10 günlüyü rəhmət, orta 10 günlüyü məğfirət, bağışlanmaq, son 10 günlüyü cəhənnəm ateşindən xilasdır. Yəni, bu dəqiqə ilahi bir rəhmətin içərisindəyik. Bəlkə biz özümüz bunu başa düşmürük, hiss eləmirik. Bizim zəkamız o həddə deyil ki, ilahi rəhməti duya bilək ki, Allahın feyzinin kənarındayıq, Allahın rəhmətinin ağuşundayıq biz bu dəqiqə. Bu dəqiqələr hansı dəqiqələrdir, bu saatlar hansı saatlardır ki, bizim hər nəfəsimiz zikridir, yuxumuz ibadətdir, sadəcə sükutumuz ibadətdir. Allah hər saatına, hər dəqiqəsinə nə qədər savablar yazır, bu bir ilahi bir ziyafətdir. Və bəzən bu ayın məşhur adlarından da biri deyirik ziyafətullah, Allahın qonaqlıq ayıdır. Amma adam bəzən düşünür ki, yaxşı, Allahın qonaqlıq ayıdırsa, bu qonaqlıqdır, Allah bizə deyir, yeməyin və içməyin. Bizi qonaq çağıranda adətən bizə yemək verərdilər, çay verərdilər, su verərdilər, amma Allah bizi qonaq çağırıb deyir, yeməyin və içməyin. Bu, əzizlərim, özü ilahi rəhmətdən doğur, Allahın mərhəmətindən doğur. Allah bütün canlılara il boyu yemək və içmək verir və yemək və içmək icazəsi verir. Allah bir ayda bizi sair canlılardan ayırır. Deyirsiniz, adi canlılar kimi dölsünüz. Sizi ayırmaq üçün mən sizə bir ay yemək və içməyə qadağan edəcəm səhərdən axşama qədər. Çünki mənim mələkut aləmindəki mələklərim yemək və içməkdən uzaqdırlar. Mən istəyirəm bu bir ayda siz mələkut aləminə oc eləyəsiniz. Qalxasınız, mələkut mələklərlə özünüzü bir hiss eləyəsiniz. Siz başa düşəsiniz ki, yemək və içmək çox əhəmiyyətli deyil. Və Allah bizə o qədər bunu başa salır ki, səhərdən axşama qədər açsız qalırsan, İftarda oturursan bir 10-15 dəqiqəyə doyursan, görürsən, daha hetsini yeyə bilmirsən. Allah başa salır ki, dünya ilə bu qədərdir. Dünyanın işi budur. Və Allah bizi o bir canlılardan ayırmaqla əsl qonaqlığı bizə təqdim edib. Bir nəfər danışırdı. Deyir, ərəblərin bir adəti var. Evlərinə qonaq gələndə ət pişirərlər, sonra xüsusi çörəklər olur. O çörəyi bölərlər içinə, məsələn, biraz göyərtidən qoyarlar, biraz pomidordan, o ətdən də qoyarlar, o cür çörəkləri qonaqlara paylayarlar. Birdən olsa, ət az olsa, çatmasa, ev yiyəsinə, öz ailə üzvlərinə ətsiz o çörəkdən paylayır. Məsələn, içinə biraz göyərti qoyur ki, qonaqlar bilməsin, onu ətsiz verirlər onlara. Bir nəfər deyir ki, mən getmişdim, mən də orada qonaq idim. Belə oldu ki, indi qonaqlıq böyük oldu, qonaqlar çox oldu. Bu payladılar, deyir, mən açdım, gördüm ki, mənim çörəyimin içində ət yoxdur. Deyir, dilləndim. Ev yesinə dedim ki, mənim çörəyimin içində ət yoxdur. Gəldi, yaxından qulağıma dedi ki, biz səni özümüzdən bildik. Səni özümüzünki bildik. Ona görə səni özümüzünki bildik, da ət qutarmışdı, səni bu cür verdik.
yola saldıq. Bu əlbəttə bir misaldır, amma əslində Allah mütəal bu ayda bizi özündən bilir. Deyir ki, mən ruhumdan ki, söfürmüşəm, istəyirəm siz bir ayda dünya ləzzətlərindən uzaqlaşmaqla özünüzü bir mələkut aləmində hiss eləyəsiniz. Biləsiniz ki, tək dünya məsələləri ilə deyil. Və bu ilahi bir rəhmətdir, bu Allahın mərhəmətidir bizlərə və bunun üçün biz şükür sənalar eləməliyik. Və Allahım bizlərdən istədiyi də budur ki, biz də bu ayda mərhəmətli olaq, rəhimli olaq, bağışlamaq bacaraq. Əzizlərim, bu ayda hamımız Allahdan bağışlanmaq istəyirik və xüsusilə qarşıdan Ramazan ayının mübarək gecələri, Qədr gecələri gəlir, məğfirət gecələri gəlir. Hamımız gedəcəyik ilahi əl-əf. Hamımız deyəcək Allah bizi bağışla. Allah məni bağışla demək üçün mənim üzüm olmalıdır. Mənim bir səbəbim olmalıdır. Hələ Qədir gecələrinə qədər deyim ki, Allah, mən bağışladım. Filan kəs incidmişdi məni, filan kəs xətrimə dəymişdi, filan kəslə küsmüşdü. Aramızda bir incilik olmuşdu, mən Allah onları bağışladım. Bağışlayaq və bağışlayandan sonra gedək bu qapıda deyək ki, Allah, mən aciz, naqis bir bəndəm, mən bağışladım. Sən kərəm sahibisən, sən bağışlamarsan məyər və mütləq bağışlayar. Ona görə də bizə deyiblər, Quranın bizə tapşırığıdır. Əllədinə yunfiqunə fis-sərra'i vəz-zərra və kazimil qəyz vəl-afinə ənin-nas vəllahu yuhibbul muhsinin. O insanlar ki, kasıblıqda və imkanlı vaxtında infaq eləyərlər. Onlar üçün fərq eləmir, ancaq olanda vermirlər. Bəzi adamlar var, pul görürsən çoxalır, onda səxavətlənir. Bilmir, pul hara xərcləsin, adam arasında başlayır görsən ehsan eləməyə. Quran deyir ki, yox, yaxşı adamlar, mühsin insanlar bilirsiniz kimlərdir. Onun üçün fərq eləmir, kasıbdır, varlıdır. Kasıblıqda azından verir, varlılıqda çoxundan verir. Və kazimil qəyz və öz qəzəbin udmağı bacarır. Mühsin insanlar öz qəzəbin, hirsin udmağı bacaran insanlardır. Vəl-afinə ənin-nas və insanlarla xoş keçinməyi bacaran insanlardır. İnsanları bağışlamağı bacaran insanlardır. Allah bu sifəti bizlər üçün tərif eləyir. Əziz Peyğəmbərimiz Məkkənin fəthindən sonra elan elədi ki, hər kəs bağışlanır. Əff fərmanı imzalandı Peyğəmbərimiz tərəfindən. Cəmi 10 nəfər var idi. Onların barəsində Peyğəmbərimiz demişdi ki, onlar bağışlanmaz şəxslərdir. Yəni, onların o qədər böyük cinayətləri var idi müsəlmanlara qarşı. Peyğəmbər Əkrəm buyurmuş ki, onlar 10 nəfər bağışlanmayan insanlardır. Düzdür, sonralar xüsusi bir bəhanələr tapdı Peyğəmbərimiz, onları da bağışladı. Onları da bağışladı Peyğəmbərimiz. Amma bilirsiniz, bir nəfər var idi. O, Peyğəmbərimizə çox böyük zərbə vurmuşdu. Vəhşi atlı bir qulam idi. Hindin qulamı idi. O Hindin qulamı Peyğəmbərin ən əziz əmsini öldürmüşdü, Həmzəni, Seyyid-ü Şühədanı. Da indi döyüşdü də, məsələn, biri digərini öldürər, yox. Öldürəndən sonra müslə eləmişdi. Həmzəyə qarşı hörmətsizlik olunmuşdu. Çox üzr istəyirəm mən, Peyğəmbərimizdən üzr istəyirəm. Qulağını kəsmişdi, burnunu kəsmişdi. Köksün yarıb qəlbini çıxartmışdı. Ciyərini parçalayıb çıxartmışdı Hindin yeməsi üçün. Peyğəmbərə bu çox ağır gəlmişdi. Və Peyğəmbərin sarsılmaz arxa dayağı idi Həmzə. İndi müsəlmanlar artıq fəth eləyib, artıq güc sahibidir. Vəhşi də eşidib ki, Peyğəmbər bağışlayır. Xəbər göndərdi. Dedi ki, Peyğəmbər görəsən məni də bağışlayar. Mən istiğfar eləmişəm, İslamı qəbul eləmişəm. Peyğəmbər məni də bağışlayar. Peyğəmbərimiz buyurdu ki, vəhşiyə deyir ki, onu da bağışladım. Amma bir xahişim var. Çalışsın üzbəüz məndən gəlməsin. O yaramı istəmirəm təzələnsin. O mənə ağır zərbə dəyib, istəmirəm o təzələnsin. Onu belə bağışladı. Amma Peyğəmbərin o qəlbindəki yarası qaldı. Bəziləri bugün deyirlər, Yezidi bəlkə Allah bağışladı.
insafın olsun. Heç sən o sözə görə Allah bağışlamasın. Peyğəmbərin ciyər parəsini doğrayan bir adam, öldürən bir adam. Peyğəmbər qəlbi o cür insanlarla barışa bilməz. Hələ göz qabağında vəhşi gəldi, tövbə elədi. Dedi, amma gözümə görsənməyəcəkən, ha? Amma tarix bir dəfə göstərsin Yezidin tövbəsini. Hansı səhifəsində var tarixin ki, Yezid gəldi, tövbə elədi? Sən bugün onun əvəzindən dilman çıxıb onu müdafiə eləməyə çalışırsan. Bunun cinayətin heç bir şeylə örtbasdır eləmək mümkün deyil. Və xahiş edirəm o adamlardan ki, özlərini bu şeyə görə biabır eləməsinlər. Yezid müdafiəsindən özünü aparıb o cərgiyə qoymacına. Bunun cinayəti Peyğəmbərə zərbədir, İslama zərbədir, ilahi ismətə zərbədir. Bu cür insanların müdafiəsi olmaz ki. Amma rəhmət ayıdır, amma məğfirət ayıdır. İncidiyimiz insanlardan, küstüyümüz insanlardan bağışlanmağı bacaraq. Həzrət Yusuf əleyhissalam qardaşları nə iş görmüşdülər? Apardılar, quyuya atdılar onu. Həzrət Yusuf nə qədər zülümlər çəkdi. Quyuda qaldı, qul bazarında satıldı. Nə qədər Misirin zindanlarında, həbsdə qaldı. Qardaşlarının ucbatından oldu da bu. Əzizlərim, bəzi hallarda biz olur. Məsələn, 2 nəfər inciyib də bir-birini. Biz insanıq da, gəlin rahat danışaq, real danışaq. Biz insanıq. Hamımızın qəlbinin bir inciyən yerləri olur. Naqisliyimiz də əslində, amma olur da. İndi küçlü incidir. İnsan, məsələn, istəyirsən ki, məsələn, bunlarla bir barışıq olsun. Yox, o mənə filan vaxtda bunu, filan sözü deyib, mən onu keçə bilmərəm, bağışlaya bilmərəm. Əzizlərim, bu, həqiqətən də bu naqislikdir. Amma Həzrət Yusufə qardaşları nə iniblər? Bir söz deyib incidməyiblər, quyuya atıblar və quyuya atmaqları ucbatından nə qədər zülümlər çəkib. Deyirlər, qardaşları ki, Həzrət Yusufə gəldi, tapdı, ondan sonra ki, onlar bir arada yaşadılar uzun illər. Deyirlər, bir dəfə olsun Həzrət Yusuf quyu haqqı hesabını yada salmadı. Quyunun adını çəkmədi bir dəfə. Demədi, üstünə görə mən filan məsələ olmuşdu. Özünü elə apardı ki, heç yadındadır. İstəmədi qardaşlarına rahat olsun. Baxın, mürüvvət budur. Bu ayda Allah bunu bizdən istəyir. Mərd şəkildə bağışlaya bilsək, Allah da bütün günahlara rəğməmizi bağışlayar. Bütün günahlara rəğmət. Amma yetər ki, biz özümüzlə ürəyimizi genişləndirək. Tarixdə yazıblar, bir gənc var idi, sözümü tamamlayıram. Bax, mürüvvət budur, əzəmət budur. Deyir, həyat yoldaşı birdən-birə bir cüzam xəstəliyi tutmuşdu onu. Belə bir xəstəlik idi ki, yavaş-yavaş bədəni yara tökər, insan görkəmsiz hala gələr. Deyir, bu həyat yoldaşı çox səliqəli bir xanım idi, amma bu xəstəlik gəldi, tapdı xanımını. Bu başa düşdü ki, yavaş-yavaş xanımının bədənini yara tökəcək və o çox utanacaq, narahat olacaq. Düşündü ki, mən nə iş görüm? Bu proses başlamamışdan qabaq bir gün evdə qışqır-bağır saldı, ay aman gözlərim tutuldu, başladı ağlamağa. Yoldaşı gəldi, həyat yoldaşı, nə olub? Dedi, bəs gözlərim tutuldu, mən görmürəm. Deyirlər, bir ömür həyat yoldaşının yanında özünü kör apardı bu adam. Həyat yoldaşı dünyasını dəyişəndən sonra insanlar bildi ki, bu kişinin gözləri kör olmayıbmış. Sadəcə xanımının eyblərini görməmək üçün özünü körlüğə vurubmuş. Xanım utanmasın. Əzizlərim, mürüvvət budur, əzəmət budur, mərdlik budur ki, insanlar bir-birinin münasibətlərində düzdür danışmaq asandır, amma tətbiq eləmək çətindir, mən başa düşürəm. Amma bu halları özümüzdə tətbiq eləməyi bacarsaq, o zaman Allah yanında sevimli olaraq. Mən hər dəfə deyirəm ki, namaz, ibadət, zikr, bunlar gözəl əməllərdir. Amma Allahın çox diqqət elədiyi bəndələrindəki məsələlər bunlardır. İnşallah ki, Allahın rəhmət, məğfirət ayında, mərhəmət ayında Allah mütəal bizləri bağışlayacaq, geniş qəlbə sahib edəndən sonra özümüzü də günahkar canımızla bağışlanan bəndələrdən qərar versin inşallah. Bu ayın feyzindən bizləri bir nəsib etməsin.